Ya salamlar qızlar. Bugün 31 dekabr günüdür və mən səhərimi açdım. İndi bu sirkəli suyla, deməli bu sirkəli suyun içində su və eyni miqdarda da sirkə var. İndi mən güzgülərimi, bütün güzgülərimi sirkəli suyla sirkələyəcəm. 31 dekabr günü olmasa da olar, 30 dekabr, 1 yanvar, 5 yanvar nə vaxt istəyirsiniz eləyə bilərsiniz. Amma mən neçə vaxt eləmirəm deyə elə 31 dekabr dedim səhər tezdən. Bunu eləyim, sonra işlərimi başlayım. Kızlar, son zamanlar buna dadanmışım. Son zaman dediyim bu bayram ərəfəsindəki hansı ki səhər tezdən rahat səhər yeməyi yeyirsəm. Böyle bilinciklərimi qoyuram. Üstünə bu şokolad yağını çəkirəm. Bir də belə bananlarımı qoyuram. Baxın belə. Bunu Lvovda, nə bilim Viyana şokolad evində biraz böyüyünü 7 manat 50 qəpik 8 manata satırlar. Eyni daddır da, eyni dad. Hələsə deyim, şokolad yağı elə də baha deyil ha. Yəni şokimokidir, hə? O həmin. Yəni Nutella deyil. Nutellanın qiymətini Allah göstərməsin, yəni. Bunu belə bağlayıram. Bir dənə də belə eləyirəm. Buna baxın, belə tuturam, belə yeyirəm, çayla içirəm. Olur ləzzət. Hamıya bir daha salamlar canlarım mənim. Xoş gəlmişsiniz kanalıma. Həmişə siz gələsiniz. Sizi çox sevirəm. Elə yeri gəlmişkən əgər kanalıma abunə deyilsinizsə mütləq elə indicə kanalıma abunə olun. Səhər açıldı. Kiçik bir iki işimi görüm, evdən çıxmalıyıq. Əslində qızlar, evin dərin təmizliyini, bayram təmizliyini mən 1-2 gün bundan öncə etmişdim. Sadəcə olaraq bilmirəm nədənsə içimdən belə bir şey gəldi ki, elə 31 dekabr günü də qoy bunları eləyim. 1 yanvara tam təmiz evlə girim. Güzgüləri də sirkəli suyla silməyim ilk dəfə deyil. Mənim əvvəlki vloqlarımı izləyən izləyicilər bilirlər ki, mən bir neçə dəfə də vloqlarımda əvvəlki evdə güzgülərimi sirkəli suyla silmişəm. Sirkəli suyla siləndə o qədər rahatlıq hiss edirəm, o qədər fərah olur ki, yəni sözlə izah eləmək mümkün deyil. Bunu da elə bilin ki, keyfiyyəti nəzarətdə işləyir. Gəlir hər şeyi kontrol eləyir, elə mənim proseslərimə də baxır ki, görüm düz gedir ya yox. Əslində sirkəli suyu bir gündə saxlaya bilərsiniz güzgülərin üstündə, amma mən bir gün saxlamadım. Elə 1-2 saat evdə o biri işlərimi görənə qədər qaldı güzgüdə. Daha sonra isə elə şüşə təmizləyənlə də oranı sildim. Bayağıdan çalışıram ki, bunu sizin üçün çəkə bilim, axır tuttura bildim. Baxın, görün necə ləkə-ləkədir. Bu hələ sizin maksimum görə bildiyinizdir, yəni. Belə eləyəndə heç nə görsənmir, ona görə görə bilmirsiniz tam olaraq. Ona görə belə çəkdim ki, görəsiz. İndi bir dənə yöntəm var, onu eləyəcəm, görək işə yarayacaqmı? Demək qızlar, adi bir dənə klyor, bildiyiniz hər hansı. Bir də adi bir dənə hər hansı bir qabuyan şampun, qabuyan maye. Bunu mən videoda da görmüşdüm, səsimi ixo verir. Videoda da görmüşdüm. İzləyicilər də yazmışdı, iş yoldaşım da mənə dedi ki, bunlar elə. Mavi güc tapmadım, mavi gücü tapsaydım onu eləyəcəkdim. Ona görə indi bunu aslayacağım. Temudan sifariş elədiyim təmizlik məhsulları hələ gəlmədiyinə görə onun da içində əslində duş kabini təmizləmək üçün bir dənə alət var, adını bilmirəm. İzləyicilər də keçən dəfə onu yazmışdı ki, bunu mütləq alın və almışam. O da var, amma ki hələ ki olmadığına görə mən indi bu üsulla belə təmizlədim. Amma gələn dəfə bir dənə səbirsizliklə gözləyirəm ki, həmin o aldığım məhsullarla təmizliyimi eləyim, görüm o necə effekt verəcək. Əməlli işə yaradı. Bilmirəm, əvvəl sonra necə eləyim. Baxın, bu hissə, bu biri qapıdır. Bu hissə bu biri. Əla. Tapdım. Heç mavi gücə ehtiyac qalmadı belə baxanda. İndi bu bir tərəfdə eləyəcəm. Təmizliyi tez bazar eləyib, geyindim, keçindim, hədiyyələrimi də götürdüm, gedirəm hədiyyələşməyə. İndi maşındayıq, gedirik, çıxmışıq çölə.
Təsəvvür edin, part, hamı partladır, hamı nəsə partladır. O zır paket deyirlər, nə deyirlər. Bir uşağın əlində gördüm, nə qədər fərqli partladanlar var idi. Belə olanda mən qorxuram. Famil mənə deyir ki, bəlkə gedək şəhərə biraz gəzək. Deyirəm, valla mən qorxuram şəhəri gəzməkdən ki, partladılar. Mən həqiqətən çox pis hürkürəm də, hürkürəm. Ona görə deyirəm, yox, şəhər mənə idi. 31 dekabr ümumiyyətlə şəhərə çıxmaq istəmirəm. Gedək indi ora. Ondan sonra, mən deməmişdim, Gənclik mola gedəcəyik. Familə mən hədiyyə alacağım. Əslində bir də hədiyyə eləmişəm, amma bir dənə də hədiyyə almaq istəyirəm. Çünki bana mənə hədiyyə alacaq. Belə, deyəsən evlilikdən sonra qızlar sürprizlər azalır. Düzdür, ara sıra sürprizlər olur olmaqla. Amma çalışırsan ki, onun ehtiyacı olan və sevəcəyi bir şey alasan. Məsələn, üst geyimi istəyirəm alım ona, amma istəyirəm ki, o özü görsün, bəyənsin, elə seçək. Deməli, bu kitabı mən paylaşmışdım Instagramda, amma məndə yox idi bu kitabdan. Ona görə gəldik ki, bunu götürək. Zara'da bu palto 519 manatdan 299 manata düşmüşdü. Famil də söz vermişdi ki, əlini nəyə atsan sənin üçün alacağım. Bu da deyəsən özəl kolleksiyaydı, amma ki, baxdığınız kimi, gördüyünüz kimi orada da danışıram. XS ölçü belə mənim əynimə elə bil ki, L ölçü geyinmişəm. Görürsünüz necə böyük və bol qalır. Heç bəyənmədim. Bayramı isə demişdim ki, evdə keçirəcəyik. Evdə salatlarım var, amma Famil dedi ki, gedək bir dənə steak üçün qəşəng ət götürək. Bir də soslu nələrsə tapsaq, toyuq falan ondan götürərik. Ona görə gəldik Bravodan, bunlara baxırıq indi. Kızlar, deməli belə bir qırmızı paltarım var. Yeni il günü 31 dekabrda dedim qırmızı rəngdə geyinim. Qırmızı bilirsiniz ki, şans, bolluq, uğur rəngidir. Düşünürəm ki, qırmızı rəngdə mənə çox yaraşır və uğur gətirir. Keçən ildə 31 dekabrda qırmızı paltar geyinmişdim. 2025 mənim üçün çox uğurlu oldu deyərdim. Çox şükürlər olsun Allaha və düşünürəm ki, 2026 25-dən də daha yaxşı olacaq, daha uğurlu olacaq. İnşallah ki, hər birimiz üçün elə olsun, bütün izləyicilərimiz üçün elə olsun. Yeni iliniz mübarək olsun. İndi 31 dekabrda mən bu vlogu çəkirəm. Bilmirəm ki, siz nə vaxt izləyəcəksiniz. Nə vaxt izləməyinizdən asılı olmayaraq 2026 hər birimizə uğur gətirsin, düşərli olsun. Yəni bir sözlə 2026-nın sonunda deyək ki, bu il bizə çox uğurlu oldu, çox düşərli oldu. Əsl elə mənim ilim oldu. Bu sözü deyə bilir. Bir xeyli qablarım var idi, onları yudum və bu çox qəşəng deyildi, çox estetikdir. Mən bunu trend yoldan almışam qızlar. Linkini aşağı yerləşdirərəm, siz də baxarsınız. Çox estetik görsənir. Ən böyük müsbət cəhəti isə bu qatlanır, belə düz bir şey olur. İstədiyiniz yerə də rahatlıqla qoya bilirsiniz. İndi ən birinci istəyirəm bunu bişirək. Qanatlar, soslu qanatlardır, marine olunmuş qanatlardır. Bir də belə rib eye steak almışıq. Bunu da açım sizə göstəreyim. Bu da yumuşaqdır, çox qəşəngdir. Əslində 2 dənə steak almaq istəyirdik qızlar. Sonra dedik birdən yaxşı olmaz. Çünki heç çox biz belə bir şey almamışıq da. Belə bu tərz steak almamışıq. Dedik bir dənə sınayaq görək necədir. Həm də biz çöldə də yemək yedik bu arada. Ona görə elə bir qanat götürdük, bir belə steak götürdük. Həm də evdə dolmam da var, aşım da var, salatım da var. Luna çox nadir hallarda mənim qucağımda belə sakit oturur. Deyəsən bugün bayramı idi, mənim xətrimə dəymək istəmirdi. Qızlar, sual verə bilərsiniz ki, evin ortasında Luna'nın bu qəfəsi niyə qalıb? Çünki biz yemək yeyəndə süfrədə Luna'nı qoyuruq bunun içinə. Səbəbi isə veterinarı belə tapşırıb. Çünki Luna'da çox pis xarakter yaranmışdı. Xarakter deyirlər, xüsusiyyət deyirlər, nə deyirlərsə. Biz yemək yeyəndə Luna çıxırdı süfrəyə, stolun üstünə. Və biz onun qarşısına ala bilmirdik. Ona görə biz veterinara dedik. O da dedi ki, ancaq belə eləyə bilərsiniz. Yəni yemək yeyəndə başqa otağa qoymayın. Sadəcə qəfəsinin içinə qoyun, qalsın sizin yanınızda. Çünki başqa otağa qoyanda qızlar başqa şeylər eləyirdi. Çox dəcəlliklər eləyirdi. Yəni bizi çox yorurdu.
steykin yanında qoymaq üçün belə bir sos hazırladıq. Bunun içində var cəfəri, sarımsaq, limon suyu, zeytun yağı, duz, istiyot. Amil dedi ki, sən salatları bişirmirsən, digər şeyləri eləmirsən, ona görə steyki bu qızartmaları da mən özüm eləyəcəm. Təbii ki, dedim ki, nə gözəl, buyur meydan sənindir. Ki də bəzi izləyicilər düşünər ki, bu boyda ətə bu qədər yağ istifadə etmək düzgün deyil. Amma steyk hazırlayanlar və yaxud da ki, videolarını görənlər biləcəklər ki, sadəcə olaraq yağı üstünü möhürləmək üçündür. Nədir bu? Adını tam mən də bilmirəm, Famil məndən yaxşı bilir. Ki, sarımsaqları o yağın içində pişirir, daha sonra isə o yağı onun üstünə belə tökür. Qızlar, 5 dəqiqədə bu taxtanın üstündə belə qalacaq. Ondan sonra da süfrəyə servis ediləcək. Bu nədir? Bu well-dan da düzdür, hə? Medium well. Hə, medium well. Doğrudan biz well-dan istəmirdik. Bu medium well-dır. Və saat 12-ni göstərdi. Artıq 1 yanvarda 2026-cı il xoş gəldi. Luna qorxurdu bayaqdan. Partapart gedir. Luna isə qorxur. Bu günlərim çoxdandır fikirləşdiyim, amma bir cür qərara gəlib çəkilişə başlaya bilmədiyim, danışanda da belə tərəddüd edirəm. Çəkim, çəkməyim, amma mənə izləyicilər çox istəyiblər bu videonu. Düşünürdüm, çəkim, çəkməyim, indi vaxtıdır, vaxtı deyil, belə ötüşdürürdüm. Amma 2026-da bunu eləməliyəm, ona görə də o videonu çəkəcəm bugün. Özümə söz vermişəm, bugün o videonu çəkəcəm. Elə bu günlərimdə axşam saat neçə olur olsun paylaşacağım. Ona görə biraz həyecanlıyam, amma indi qabağımda Azanın blukunun içində olmasına baxmayaraq bir dənə böyük Temu bağlamam var. Gəlin bunu açaq. Demək qızlar, belə bir şey eləmək qərarına gəldim. Yəni ki, 2 dənə tripodu qoydum yan yana. Birini YouTube vlog üçün çəkəcəm, birini isə shorts üçün çəkəcəm. Çünki keçən il shortsları çox az çəkdim, az paylaşdım. Bu il özümə söz vermişəm ki, çoxlu da shorts çəkəcəm. Çünki burada maraqlı şeylər var. Yəni açılım videosudur da bu bağlama açılımı. Bunu shorts olaraq da çox qəşəng izləyirlər. Bu bilsiz nə deməkdir? I'm so lucky, everything always works out for me. Yəni ki, mən çox xoşbəxtəm ki, hər şey mənim xeyrimə işləyir. Hər şey mənim xeyrimədir. Hər şey mənim üçün. Nəysə, bu belə bir şey. Bunun üçün də, amma bunu ancaq posterini almışam. Amma çərçivəsi yoxdur, buna çərçivə alacağım. Deməli, bu nədir qızlar? Bu sizə keçən dəfə vlogda demişdim. Nə olacaq? Mən bunu biraz böyük gözləyirdim. Sprey. Ət bağlamış, kirəclənmiş hissələr üçün hamam tualet və s. harada su kranları var. 4 başlıqlı belə fırça almışam. Bu çox məqsədli istifadə edilə bilər. Bu görürsünüz bu hissələrini. Elə hissələr var ki, ora heç nə girmir, nə toz soğuran oranı yaxşı eləmir, nə bilim, xüsusən pəncərələrin qıraqları olur. Sonra məndə mətbəx siyirməli açılırdı qapısı. O siyirməli o iç hissəsi var. Xırda ora nə toz soğuran girir, nə süpürgə girir, heç bir şey. Ona görə bunu almışam. Bunu qəşəng bir şəkildə təmizləmək üçün. Bunun içindən bu Gəlim sizə qabaqdan göstərəcəm. Belə bir kalendar. Kofe köşəsi var Familin şeydə, mətbəxdə. O köşədə divara vurmaq üçün belə bir lövhə almışam. Şənət adı sənə söylə. Pis. Biz bu qəribə silim 2 dənə kamera bax. Bu çok qəşəngdir. Bu gündəlik minnətdarlıq sözləri yazılıb burada. Bunun üçün bir dənə çərçivə almalıyım.
Kim üçün diş fırçası? Babaya bu balaca fırçasına baxın. Bu çox qəşəng bir şeydir qızlar, almamısınızsa alın. Məndə bir dənə evdə var, hazır açılmamış. Dedim qoy bir dənə də alım, gördüm endirmə düşür. Hamamda, kafeləri yuyanda, yuxarı hissələri çıxmaq üçün, belə eləyim, o tərəfi görmürsünüz. Çıxmaq üçün mən boyum çatmadığına görə əvvəlkində böyük bir vanna var, vanna içine çıxırdım, yəni ki, və tamam yuya bilirdim. Burada ama duş kabini olduğuna görə ayağımın da altına nəsə qoysam, sürüşər, eləyər. Ona görə ən yaxşısı bu belə uzun bir şeydi, mənim yoxum idi. Yoxum idi deyə görə qədər təmizlik şeyi almışam. Nəysə, yəni belə fırçadır da, yumağa, kafeləri, qəşəng foşur yıxa. Təmizlik videoları gəlir qızlar bundan sonra. Bu tərəfi də qəşəngdir. Bu tərəfi də onu belə siyirməyə olsun. Hətta qızlar, bunun içinə burada yerdə var. Şampun falan tökürsən, təmizlik vasitəsini tökürsən, o özü avtomatik içəri verir. Yəni da bir də divara tökmədə, bildiniz necə bunun içinə tökürsən. Qəşəng bəyəndim. Bunu tualet üçün almışam. Bir şah əsəri, bir sənət əsəri. Tadadadam. Ayda bunu göstermeyeyim be. Ama göstereyim. Kızlar, bu bir sənət əsəridir. Buna gülmeyin, mənə gülmeyin. Bu tuvalete lazımdır. Bu olmadan biz yapamayız. Həqiqi qızlar, sənət əsəri deyil də bu nə? Tuvalete lazım idi. Sorğulamayaq deyil, niyə lazım idi? Bu lazım idi. Yok, lazım idi. Hala kızlar bir tane Mona Lisa vardı. Mona Lisa. Onu istəyirdim ama sonra dedim ki otağın rengine, ayakkabının rengine boğacaq. Mesela ayakkabının rengi görmüşsünüz de yani tünd boz, açıq boz ama tünd boz ağırlıqlı bir otaqdır. Tamam tuvalet. Ona göre dedim ki bunun da açıq renk çoxdur, elə bu olsun. Ben bunlara hələ çərçivə almalıyam. Allah bu çərçivə. Hələ bu uduzu deyil. Yəni bu neçədir ki 5-6 manatlıq şeydir. Hələ bu çərçivəsi onun baha gəlir. Gəlir. Burada çox ucuz. Necə qəşəngdir. Qəşəngdir ama böyükdür. Bunları indirimdən almışam. Amma elə bilirəm böyüdür. Hamam üçün almışam. Sirmənin altında sirmələr var. Əlüzyan yer, onun da altında 2 dənə sirmə. Onun altında yer var, oraya salmaq üçün almışam ki, kirli səbəti kimi çirkli paltarları atmağa. Çünki böyük bir dənə varmış səbətim, oraya yerləşmir, qoymuşam onu balkona. Orada daha estetik istədim olsun. O da bundan aldım. Ama gelin görüm. Kızlar baxın, ölçmeden alanda belə olur. Bax, ora uygun değil. Heç cür girmədi. Alınmadı. Burada uygun değil. Ha, qapı girişinde belə bir şey. Burada uygun değil. Ne var ki ya? Əməlli keyfiyyətlidir. Ağlımda bir iki şey var, maraqlı şeydir. Temudan sifariş eləmək istəyirəm. İnşallah yaxşı gələr. Çünki çox istəyirəm o qəşəng gəlsin. Onu qəşəng istifadə edeyim. Demək qızlar, mən bugün bir ilk eləyirəm. Daha doğrusu bu vaxta qədər həyatımda tətbiq elədiyim, amma heç vaxt bölüşmədiyim, sir kimi saxladığım manifest haqqında bildiklərimi bölüşəcəm. Ona görə bu hissəni belə düzəltmişəm. Burada video çəkəcəm, burada əyləşəcəm. Arxa fonda belə bir şam seçdim. Bunun da üstünə bir iki detal qoyacağım və istəyirəm ki, burada
hızlıca çəkilişimi edim. Belə bir şəkildə düzəltdim. Amma bilmirəm ki, çox fikir yayınar görəsən bu rəngli işıqlarda yoxsa yox. Bu elə bir mövzudur ki, dağınıq və xaotik danışsam çox danışacağam və demək olar ki, fikirlərimi tam olaraq qarşı tərəfə ötürə bilməyəcəm. Ona görə də öncədən planlamışdım ki, nələr danışacağam. Bu video çəkilişi düşündüyümdən daha rahat keçdi, çox şükür Allaha və mən prosesdən həqiqətən də çox zövq aldım. Demək ki, mənim də bunlara danışmaq ehtiyacım var idi. Rəylərdən mən belə başa düşdüm ki, izləyicilər yenə də o videonun davamını istəyir. Çəkdim, bitirdim. Əgər siz baxmamısınızsa o videoya, əgər marağınız varsa mütləq keçid eləyin, baxın. Arxa fonumu çox bəyəndim bu arada. Qızlar, çox qəşəng video çıxdı. Mən çox bəyəndim. İndi onu editləyirəm. Aşağı yerləşdirəcəm. Manifest haqqında bilmək istədiyiniz şeylər varsa, yəni ki, xırdalığı. Bu hələ düzdür, çox az bir hissəsidir. Amma düşünürəm ki, az hissəsi olsa da bu bilgilərin əsas bünövrəsidir. Yəni bir özülüdür. Bunun üzərindən gedəcəyik biz sonraki videolarda. Əgər ki, təbii ki, bu video tutsa, mən daha sonra seriya şəklində paylaşacağam. Və əsas odur ki, ürəyimcə ol. Famil bugün işdə idi, işdən gəlir. İndi ondan süfrə açım, yeməyi verim, oturaq yeməyimizi yeyək, axşam yeməyimizi. Ondan sonra əgər yaxşı bir vaxtım qalsa, Instagram üçün də eləyəcəm. Belə. Qızlar, sizə bir şey göstərim. Mənim bu şkafım buradan açılanda, baxın, gəlir, bax, düz buna dəyir. Görürsünüz. Mən də bunun üçün Temudan bir şey almışdım. Keçən vlogda göstərmişdim sizə. Bir də buna baxın siz Allah. Ona bax. Belə bir silikonlar almışdım açığı ki, sırf bunu eləmək üçün. Bir iki dənə də yerdə də var. Orada da deyil. Mənim maraqlı. Bunu açığı iş yoldaşım atdı mənə. Dedi, işivə yarayacaq. İndi baxaq görək. Oy, əməlis yapışqandı. Görüm, hara eləyim mən bunu. Dəyən hissə bu hissələrdir. Buradan dəyir. Baxın, oradan dəyir. Siyah düzəldi qızlar. Bax, balaca bir şey, baxın. İndi siz görmürsünüz də, amma o dəyir. Buna baxın, görün nə gözəl hədiyyə gəlib mənə. Çox sevindim həqiqətən. Çünki bu evdə, heç əvvəlki evimdə də dipçək gülüm yox idi. Mənim əvvəl olub dipçək güllərim. Amma ondan sonra köçəndən sonra, ailə qurandan sonra, yəni heç almamışam. Evdə də heç, yəni ki, olmuyor. Buna baxın, görün necə gözəl güldür. Buna necə baxmaq lazımdır, indi öyrənəcəm. Görün bu nədir, necə baxım mən buna, necə su verim. Burada da belə bir not var, deyim sizə hardan gəldi bu. Yadınızdansa mən bir gül salonunun açılışında iştirak eləmişdim. Belə bir şey yazıblar. Yeni iliniz və yeni eviniz xeyirli, düşərli olsun. Hörmətlə Dream Garland. Çox təşəkkür edirəm. Çox sevdim. Gülün rənginin mənim köynəyimlə eyni rəng olması. Buna baxın. Səhəri gün anam və atam bizə qonaq gəlmişdi. Həm də evimizə ilk dəfə idi ki, gəlirdilər. Mən də mamanın dırnaqlarını sizə göstərirəm ki, mümkündən qat-qat səliqəlidir. Buketə baxın. Ata mənim üçün gətirib. Çox qəşəngdir. Ən sevdiyim rəng papatyalar. Burada da təbrik edirik. Çox şey çəkmədim qızlar qonaqlıqla bağlı. Çünki keçən dəfə təmizlik vlogda çəkmişdim. Dedim vloglar hamısı bir-birinə oxşar olmasınlar. Yenə də yuxa salatı eləmişdim. Bu dəfə qarğıdalı salat, qarğıdalı deyirlər. Hə, qarğıdalı salat eləmişdim. Keçən dəfə buraçlı idi, indi qarğıdalı salat idi. Bilinçiklər eləmişdim. Bu dəfə bilinçikləri siz dediyiniz kimi elədim. Ağ tərəfini qızartdım. Qızaran hissəsini içinə saldım bilinçikin. Belə mama da dolma falan bişirib gətirmişdi. Belə qəşəng bir gün keçirdik. Allah bütün valideynlərimizə can sağlığı versin. Ölənlər varsa onlara Allah rəhmət eləsin. Yerləri, məkanları cənnət olsun inşallah. Luna, nasılsın? Temudan aldığım bu işıqlar var ha, çox qəşəngdir həqiqətən. İndi bilməm, bəlkə də qəribə görsənir. Buradan pultu da var. İstədiyimiz rəngi qoya bilirik. Baxın, qırmızı qoydum. Yox, bir dəqiqə. Pultun aşağısına bunu salıram ki, batareykası ölməsin. Ona görə işləmir. Belə elədim, qırmızı oldu. Sonra gəlin dəyişək, yaşıl eləyim. Yaşlı oldu. Göy eləyim. Göy oldu.
Çox qəşəngdir. Ya da ki, qarışıq eləyirəm. Qarışıq özü yanır, sönür. Temudan aldığım, bəyəndiyim əşyalardan biri. Bu açarlıqdır. Bunu açarlıq kimi də istifadə edə bilərsiniz. Aksesuar qabı kimi də istifadə edə bilərsiniz. Fərqi yoxdur. Gələn kimi açarlarımızı qoymaq üçün belə maşının açarlarını, qapının açarlarını gəlin sizə nə göstərəcəkdim. Baxın bunu, bu qabı. Bu qabı da şeydən almışım Temuda. Mən elə bilirim keramikadır, plasmasdır. Amma yenə də məncə qəşəng görsənir. İndi hələlik bunu qoymuşam burada. Hər hansı bir, mən tez-tez istifadə elədiyim aksesuarlarım var. Hansı ki işə hər gün taxıram. Onları gələndə elə bunun üstünə qoymağı planlayıram. Çünki həmişə atırdım, yəni stolun üstünə, yəni daha doğrusu bunun üstünə atırdım. İndi səliqəli qoyacağam. Belə qızlar, bura qədər izlədiyiniz üçün çox təşəkkür edirik. Bunların nəsə keyfi yoxdur. Gedim görüm nə olub. Sizləri sevirik. Sevgi ilə qalın. Gələn vloglara dək hələlik.